Davam edirik Şimali Amerika regionu. Şimali Amerika ölkələri Kanada, ABŞ, Meksika. Deməli, Şimali Amerika regionuna həm də deməli Mərkəzi Amerika ölkələrindən də Kuba, Yucatan və s. daxildir. Kanada haqqında deyə bilərik ki, Kanada şimal hissədə yerləşir. Buna görə 4-cü zörbə uzlaşmasına məruz qalmışdı. Federativ ölkədir. İnzibati ərazi quruluşuna görə idarə etmə sistemi isə respublikadır. Paytaxtı Ottawa şəhəridir, inkişaf etmiş ölkədir, təbii artımın birinci tipidir. Demoqrafik keçid mərhələsində isə 4-cü mərhələdə olmuş ölkədir. Kanadanın ərazisində buzlaq mənşəli ilə formaları, yəni eksorasiya, karlar, siklər, morenlər çox yayılmışdır. Burada buzlaq mənşəli göllərdə daha çox yayılmışdır. Dünya ölkələri üzrə Finlandiyadan sonra Kanadada göllər daha çox yayılmışdır buzlaq mənşəli. Hamısı şirin sulu göllərdir. Kanadada qalxanlar sipərləri olduğu üçün filiz faydalı qazıntılarla zəngindir. Ölkənin qərb hissəsi cavan Kordilyer dağları ilə, şərq hissəsi isə platforma ərazisi ilə əhatə olunmuşdur. Dünyada yalnız boksiti ixal edir. Bütün faydalı qazıntıları ixrac edən bir ölkədir. Alüminium sənayesinə görə dünyada seçilən ölkələrdəndir. Sahəsinə görə də ikinci böyük ölkədir. Əsasən dəmir filizidir, neft qaz ehtiyatları ilə zəngindir. ABŞ dünyanın lider ölkələrindəndir, böyük 7-liyə daxildir. ABŞ-ın da qərbi deməli cavan dağlardan, çünki Litvasvetə olan sərhədinə uyğun gəlir, şərqi isə platformadan ibarətdir. ABŞ-ın deyə bilərik ki, bütün faydalı qazıntıları var, bütün faydalı qazıntılarla zəngindir, ancaq dünya bazarına daş kömürlə çıxış edir. Dünyada dünya bazarında daş kömürlə çıxış edən ilk sıralarda olan ölkələr ABŞ və Çindir. Bundan sonra Carı, Qazaxıstanı, Rusiyanı da misal göstərə bilərik daş kömürə görə. Vaxtilə cənub hissəsi ABŞ-ın vaxtilə kənd təsərrüfatı zonası idi. İndi isə Texasda neft çıxarılır. Yuxarı göl hissəsində zəngin dəmir filizi ehtiyatları var. Bir də bu göllərdən, deməli böyük göllərdən yuxarı Michigan, Huron, Erie, Ontario. Bunlardan yalnız Michigan sırf ABŞ-ın ərazisindədir. Digər göllər isə ABŞ-la Kanadanın sərhədində yerləşir. Həmçinin Appalaçda daş kömür ehtiyatları ilə zəngindir. Alyaska hissəsində qızıl ehtiyatları var. ABŞ həm şimal qütb dairəsi kəsir, həm də tropik xətt kəsir. Tropik necə kəsir? Hava adaları vasitəsilə. Çünki hava adaları da ABŞ-ın tərkibinə daxildir. Meksika inkişaf etməkdə olan ölkədir. Meksika əhalisinin sayına görə fərqlənir. Meksikanın ərazisi mezozoyda yaranıb və Kordillerin ən aşağı hissəsi ensizləşərək Sierra Madre adlanır Meksikanın ərazisində. Meksikada Orizaba və Popocatépetl vulkanları var. Federativ ölkədir Meksika, federativ və respublika quruluşuna malikdir. Meksika ilə ABŞ-ın sərhədindən Rio Grande çayı axır və tökülür Meksika körfəzinə. Meksika tropik, subtropik iqlim qurşaqlarında yerləşir. Şimalında cöryarpaqlı meşələr var. Sonra Meksikada Aztek sivilizasiyası olub vaxtı ilə. Dəmir filizi və gümüşlə zəngindir. Kuba haqqında deyə bilərik ki, Kuba dünyada deməli mövcud olan 5 sosialist ölkədən biridir. Digərləri hansıları idi? Laos idi, Vyetnam idi, Koreya Xalq Demokratik Respublikası idi, yəni Şimali Koreya, bir də Çin. Bunlar hələ də dünyada qalmış 5 sosialist ölkədir. Bunlardan da biri Kubadır. Kuba rütubətli tropik iqlimdə yerləşir. Yağıntısı 800-900 mm düşür və dünyada tütün istehsalına görə fərqlənir. Yucatanda Maya sivilizasiyası mövcud olmuşdur, qədim sivilizasiyalardan. Yamayka deyə bilərik, dünyada boksit istehsalına görə fərqlənir. Yamayka Avstraliyada, Surinamda, Qayanadır. Alüminium deməli yüngül əlvan metaldır ki, onun da məhsulu boksitdir, alinotdur. Azərbaycanda alinotdur, dünyada isə əsasən boksitlə iştirak edir. Sonra Haiti adasında 2 ölkə var. Haiti və Dominikon ölkəsi var. Panama 2 materikdə yerləşir və Şimali Amerikanın ucqar cənub nöqtəsi də Panamanın ərazisindədir. Panama düşür, subekvatora edilmə savanna və seyrək meşələrdir burada. Nikaragua ölkəsində eyni adlı tektonik göl var. Nikaragua gölü var. Sonra Costa Rica və Panama haqqında deyə bilərik ki, neytral ölkələrdir. Yəni müharibələrdən uzaq olan ölkələrdir. Beliz və Salvadorun bir okeana çıxışı var. Burada ona görə böyük kabotaj ola bilməz. Beliz Atlantik okeana, Salvador isə Sakit okeana çıxışı var. Sonra Guatemala'da Taxamulco vulkanı yerləşir. Bu da deməli Mərkəzi Amerika ölkələri haqqında məlumat. Latin Amerikası regionu dünyada urbanizasiyası yüksək olan bir regiondur. Urbanizasiya nə idi? Şəhər əhalisinin çoxalması idi, amma burada yalançı urbanizasiyadır. İnkişaf etmiş ölkələrdə suburbanizasiya, amma inkişaf etməkdə olan ölkələrdə yalançı urbanizasiyadır. Və Latin Amerikasında da 60%-dən yuxarıdır ki, urbanizasiya, amma yalançı urbanizasiyadır. Yəni əhali artır, amma inkişaf geriləyir. Urbanizasiya haqqında da məlumat verim. Yalançı urbanizasiyada deməli hər ikisində əhali şəhərlərə doğru deməli istiqamət alır, şəhərlərə doğru.
miqrasiya edir. Lakin yalançı urbanizasiyada, deməli, şəhərdə əhali artır, urbanistik partlayışdır bu. Şəhərdə əhali artır, amma inkişaf geriləyir. Amma suburbanizasiyada isə şəhərdə əhali ilə yanaşı inkişaf da sürətli gedir. Burada olan ölkələrdən Venezuela, Braziliya, Argentina federativ inzibati ərazi quruluşuna malikdir, digərləri isə unitardır. Ölkələrin hamısı respublika idarə etmə formasına malikdir. Braziliya 3 yarımkürədə yerləşir, ekvator xətti ilə kəsilir, həm də iç işıqlamada yerləşir, çünki cənub tropik xətti ilə kəsilir. Braziliya Amazon meşələrinin bir hissəsi buradadır. Braziliya deməli həm ekvatorialla kəsişdiyinə görə ekvatorial iqlim qurşağı var, həm də deməli cənub tropik ilə kəsişdiyinə görə rütubətli tropik iqlim qurşağına düşür. Sahillərindən Braziliya isti cəryanı keçdiyinə görə. C20 ölkəsidir. Daha sonra deməli bioetanoldan şəkər qamışı alır. Bioetanol daha doğrusu şəkər qamışından alır. BRICS ölkəsidir. BRICS ölkələrinin üzvüdür. BRICS ölkələri hansıları idi? Braziliya idi, Rusiya idi, Hindistan idi, Çin idi, bir də CAR idi. BRICS ölkələr. Braziliya da onlardan biridir. Ərazisində Braziliya yaylası var. Qalxanlara, sipərlərə uyğun gəlir. Platformanın qalxan hissəsidir. Cənubi Amerika regionu, Latin Amerikası ölkələridir. Yəni bu da Şimali Amerika kimi əsasən qərb sahilləri cavan dağlardan geosiqnalda yerləşir. Şərq hissələri isə əksəriyyətinin, hamısını deməyək, əksəriyyətinin şərq hissələri platformada yerləşir. Venezuela neft qaza görə fərqlənir, Karib dənizi sahillərindən çıxarır. Kolumbiyanı ekvator kəsir. Cənubi Amerikanın ucqar şimal nöqtəsi də Kolumbiyanın ərazisindədir, Galinas burnu. İç okeana çıxışı var deyə böyük kapotaj deyəcək burada. Sonra Venezuelada əlavə olaraq deməli Gviana yaylasında Masavari tepuilərə rast gəlinir və bir də burada laqun mənşəli Maracaibo gölü var. Braziliyada da Rio de Janeiro şəhərində Kəlləgənd deməli relyef formasına rast gəlinir, turistlərin ziyarət etdiyi ərazilərdəndir. Sonra Argentina dünyada taxılçılığa görə seçilir, əsasən taxıla görə məşhurdur. Peruda Cənub Amerikanın deməli ucqar qərb nöqtəsi Parinas yerləşir və iqlimi tropik səhra iqlimidir. Amazon çayının mənbələri Marañón və Ucayali çayları da buradadır. Perun ərazisinə düşür. Sonra deməli Ekvador haqqında deyə bilərik ki, ekvator xəttinin düz üzərində yerləşir. Galapagos adaları da Ekvadora məxsusdur və sönmüş vulkan olan Chimborazo da burada yerləşir. Boliviyada İlyambo zirvəsi var. Zəngin qalay ehtiyatları var Boliviyada. Ümumiyyətlə dünyada deməli mis ehtiyatına görə Mərkəzi Afrika ölkələri, bir də Ant dağları seçilir ki, bu da deməli Çili, Çilinin ərazisinə düşür, Çili Perun ərazisinə düşür. Sonra nə deyə bilərik? Braziliya ilə deməli Paragvayın arasında Itaipu su anbarı var. Sonra Parana çayının üzərindədir Itaipu su anbarı və Iguasu şəlaləsi var burada. Deməli Parana çayının üzərində. Uruqvayda zəngin qara torpaqlar var, çöl zonaları var. Argentinada da həmçinin və burada subtropikdə yerləşir çöllər, Pampa adlanır. Argentina C20 ölkəsidir. Savana təbii zonasına şimal hissəsinə rast gəlinir və cənub tropik xətti ilə kəsilir. Burada Argentinadır, Çilidir, deməli Paragvaydır, cənub tropik xətti ilə kəsilir. Ancaq Uruqvay il boyu günəşi özündən şimalda görən ölkədir, çünki tropik xəttindən kəsilmir. Amma Argentina haqqında deyəcək ki, həm şimalında, həm cənubunda, həm də başının üstündə görür il boyu günəşi. Görə bilir yəni. Çili haqqında deyə biləcək ki, Çilidə codyarpaqlı meşələr zonası var. Paytaxtı Santiago şəhəridir və codyarpaqlı meşə və çoluqlar əsasən Araq dənizi iqlim tipi Santiago şəhərindədir. Fransız Gvianası da Fransanın müstəmləkəsidir, Fransaya aiddir. Guyana, Surinamda dünyada bu xüsusiyyətə görə fərqlənir əsasən. Afrika ölkələrinə fikir versək, ölkələr bir-birindən sərhədləri həndəsi fiqura xatırladır. Bu, Afrika ölkələrinin uzun müddət müstəmləkə şəraitində olmasından irəli gəlir. Burada olan ölkələrdən deməli şimal ölkələri inkişaf səviyyəsinə görə digər ölkələrdən daha irəlidir. Amma Araq dənizi sahilində yerləşən ölkələrə nəzərən ən geri ölkələrdə məhz bu ölkələrdir. Afrikanın şimalında yerləşən ölkələrdir. Əlcəzair, Tunis, Misir, Mərakeş və s. Əlcəzairlə Mali haqqında deyə bilərik ki, iç işıqlanmada 3 yarımkürədə yerləşir. Mərakeşdə fosforit yataqları var. Sonra Atlas dağlarının bir hissəsi Mərakeşin ərazisindədir və ən uca zirvəsi olan Tubqalda məhz Mərakeşə düşür. Liviya haqqında deyə bilərik ki, neft qaz ehtiyatları ilə zəngindir. Şimalında Sidra körfəzi yerləşir, tropik xətti kəsir Liviyanı. Ümumiyyətlə tropik xətti kəsən ərazilər Mavritaniyadır, Qərbi Səhradır, Əlcəzairdir, Liviyadır, Misirin əraziləridir. Misir iki qitədə yerləşir, həm Asiya, həm Afrika qitəsində yerləşir. Asiyada olan hissəsi Sinay yarımadasındadır. Ərazisində Namibiya səhrası yerləşir və Nil çayı da Qahirə şəhərindən keçir. Misirlə Sudan sərhədində Nilin üzərində olan Nasir və yaxud da Aswan su anbarı yerləşir. Efiopiya materik daxili ölkədir, dünya okeanına çıxışı yoxdur. Ən uca zirvəsi Rast daşı endi 4620 metrdir.
Afrikanın ən alçaq hissəsi Assal gölüdür, Cibutidir. Bu da bu ərazidə yerləşir. Çad gölü, deməli Çad, Niger, Nigeriya və Kamerunun ərazisinə düşür. Rudolf gölü Efiopiya və Keniyanın ərazisindədir. Viktoriya gölü isə Uqanda, Keniya və Tanzaniyanın ərazisindədir. Viktoriya əyilmədə, tektonik əyilmədə yerləşir. Rudolf, deməli Çad yox, Tanganika, Nyasa isə qrabində yerləşən göllərdir. Çad isə axarsız hövzəyə aiddir. Axarsız göldür. Sonra Nigeriyada neft-qaz zəngindir. OPEC-in üzvüdür Nigeriya. Və Nigeriyanı Afrikanın Hindistana adlandırırlar. Çünki əhalisinə görə birinci yerdədir bu ərazidə Nigeriya. Niger çayının mənbəyi də məhz buradadır, Nigeriyadadır. Kongoda mis yataqları var. Kongo ilə Zambiyanın ərazisində mis yataqları var. Car yeganə burada inkişaf etmiş ölkədir, amma əhalinin təbii artımı ikinci tipinə aiddir. Bu da Afrika ölkələrinə aid olduğuna görədir. BRICS təşkilatının üzvüdür Car və bu təşkilatın ən balaca sahəsinə görə ölkəsidir. İki okeana çıxışı var. Ərazisində subtropik Araq dənizi iqlim tipi və bərabər rütubətli subtropik mövcuddur. Mozambik dəyişkən rütubətli meşələr təbii zonası var. Zambezi və Limpopo çayları da bura tökülür. Sonra nə deyə bilərik? Tanzaniya, Viktoriya, Tanganika və Nyasa gölləri deməli daha doğrusu yerləşir. Afrikanın deməli Tanzaniya, Viktoriya, Tanganika və Nyasa göllərinin sahilində yerləşir. Yəni bu göllərə çıxışı var da, belə deyək. Cümləmi düzüb qoşa bilmədim. Zənzibar adası da deməli bura aid. Sonra nə deyə bilərik? Mali və Əlcəzairi dediyi tropik xətt kəsir. Başqa nə qaldı? Zambezi çayı haqqında deyək. Başdan başa subekvatorial iqlimdə yerləşir və Zambiya, Zimbabvenin ərazisinə düşür. Üzərində Viktoriya şəlaləsi var. Kariba və Kabrabasso su anbarları burada yerləşir. Deməli, Kabrabasso su anbarı düşür Mozambikin ərazisinə. Angola neft-qaz ehtiyatı ilə zəngindir. OPEC-in üzvüdür. Yeni Qvineya körfəzdə deməli bilirsiniz ki, həm neft-qazla zəngindir, həm də boksit ehtiyatları var. Sonra Keniya haqqında dünyada çaya görə əsasən seçilir. Keniya çayçılığa görə və Afrikada aizlər, azad iqtisadi zonları aizlərin sayına görə birinci yerdədir, seçilir. Somalidə vətəndaş müharibəsi gedir. Demokratik keçidin birinci mərhələsindədir Somali. Kongoda Somalidir, Mərkəzi Afrika ölkələri birinci mərhələdədir. Sonra Tunisdə Şimali Afrikanın deməli şimal ucqar nöqtəsi burada yerləşir. Afrikanın şimal hissəsi buradadır. Tunisin ərazisindədir və Tunisdə Araq dənizi iqlim tipidir. Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlardır. Madagaskar da Avstro-Asiya dil ailəsinə aiddir. Afrikanın şimali Sami-Hami və yaxud da Hami-Sami, Afro-Asiya dil ailəsi deyə bilərik. Avstraliya ən kiçik materik olmaqla yanaşı bir ölkədən ibarət olan materikdir, ən quraq ərazidir. Avstraliya ölkəsi deməli inkişaf etmiş ölkədir. Əhalinin birinci tipidir, urbanizasiya səviyyəsi yüksəkdir. Burada polisentrik quruluşdur, təsərrüfatın polisentrik quruluşudur və demografik keçid mərhələsində 4-cü mərhələdə olmuş ölkədir. İnkişaf etmiş ölkə olsa da faydalı qazıntıların eninə çıxarılma prosesidir burada. Çünki filiz faydalı qazıntılarla zəngindir, qalxanlara, sipərlərə rast gəlinir. Avstraliyanın çox hissəsi tropik iqlimdədir. Şərq hissəsində Şərqi Avstraliya isti cərəyanının təsiri ilə rütubətli tropik, qərb hissəsində Qərbi Avstraliya soyuq cərəyanının təsiri ilə isə səhra tipi formalaşıb. Avstraliyada limanlardan Dampik və Port Hedland limanı var, Hind okeanının sahillərində. Sakit okeanın sahillərində isə Newcastle limanı, Newcastle buradadır, Port Hedland limanları da bu hissədə yerləşir. Deməli, Sakit okeana məxsus olan Newcastle limanı var. Avstraliya dünyada yunluq ətlik qoyunçuluğu inkişaf edib, hətta burada qoyunların sayı insanların sayından çoxdur deyə bir anlayış da var. Yeni Zelandiyada Avstraliyaya məxsusdur. Yeni Zelandiyada inkişaf etmiş ölkədir. Deməli, inkişaf etmiş ölkələr içərisində ən çox kənd təsərrüfatında çalışan ölkə də Yeni Zelandiyadır. 2 adadan ibarətdir. Şimal adası, şimal hissəsi ilə cənub hissəsi arasında deməli Cook boğazı yerləşir. Şimal adası, cənub adası və subduksiya zonasındadır. Yəni bir materik və bir okean havasının toqquşma sərhədində yerləşir. Avstraliyanın cənubunda Tasman adası var. Tasman iki iqlim qurşağındadır. Şimalı rütubətli subtropik, cənubu isə mülayim dəniz iqlim qurşağındadır. Avstraliyanın özündə isə şimal hissəsi subekvatorial, tropik və subtropik iqlim qurşağında yerləşir. Perth şəhəri subtropikin Araq dənizi iqlim tipinə düşür. Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlardır bu ərazidə. Və Avstraliya dünyada adam başına düşən torpaq ehtiyatına görə də birinci yerdədir. Federativ inzibati ərazi quruluşuna malikdir, idarə etməsi isə respublikadır. Hind Avropanın German din qrupuna məxsusdur və dünyada boksit istehsalına görə fərqlənir. Uluri deməli massivi, qırmızı qumlarla örtülü olan Uluri massivi deməli ölkənin mərkəzi hissəsinə uyğun gəlir və burada əsasən yerli əhalisi cəmi 1% aborigenlər burada yaşayır. Bu da ölkələr haqqında, regionlar haqqında məlumat.